Salam əziz həmkarlar. Ekologiya, biosfer. Oikos sözünün Yunan dilində tərcüməsi. Oikos yaşayış, məskəni, yaşayış yeri deməkdir. Yunan mənşəli planktos sözünün mənası azan deməkdir. Daha çox növ müxtəlifliyi olan bitki qruplaşması bu tropik meşələrdir ki, orada daha çox növ müxtəlifliyi var. Qırmızı kitaba nadir, nəsli kəsilməz qorxusu altında olan bitki, göbələk və heyvan növlərinin siyahısıdır. Bunu çox zaman nəsli kəsilmiş kimi götürürlər, amma nəsli kəsilmiş yox. Nəsli kəsilmək qorxusu altında olan bitkidir, göbələkdir, heyvan növlərinin siyahısıdır. Aşağıdakı biogeosenozlardan hansının növ müxtəlifliyi daha çoxdur? Təbii olanlar. Məsələn, parkdır, tarladır, bostandır, meyvə bağlarıdır. Bu insan tərəfindən hazırlanır, amma enliyarpaq təbii biogeosenozdur. Ona görə də növ müxtəlifliyi daha çoxdur. Üzvü maddələri ən sadə mineral birləşmələrə parçalayan mikroorqanizmləri birləşdirən termin redusentlərdir. Üzvü maddələri parçalayır. Mürəkkəb çiçəklər fəsiləsinin qısagönlü nümayəndələri. Qısagönlü nümayəndələri mürəkkəb çiçəklərə aid olan payız gülüdür. Qısagönlü bitkidir soğan gülü. Bir çox canlılar səhra və yarımsəhrada yaşayırlar və bunlarda rütubətin çatışmamazlığına qarşı bir sıra uyğunlaşmalar əmələ gəlmişdir. Aşağıdakı bu cür uyğunlaşmaya aid olmayanı göstərin. Güclü inkişaf etmiş kök sistemi olur, doğrudur. Yay yuxusuna getmək doğrudur. Fotosintezin intensivliyi yanlışdır. Yarpaqların yayda tökülməsi doğrudur. Bədəndə yağ ehtiyatının toplanması doğrudur. Quru biogeosenozlarının əsas biokütləsini nə təşkil edir? Əsasən quru biogeosenoz deyirsə, ali bitkilər təşkil edəcək. Yalnız uzun günlü bitkilər verilmiş sıra. Payız gülü qısa günlüdür, soğan gülü qısadır, payız gülü qısadır, soğan gülü qısadır. D variantı: kənaf, çovdar, darı, buğda. Aşağıda verilmiş bakteriyalar arasında saprofit olmayanı göstərin. Yağ turşusu saprofitdir. Çürümə saprofit olmayan deyir. Saprofitdir. Sirkə turşusu saprofitdir. Süd turşusu saprofitdir. Siyonobakteriya saprofit deyil. Aşağıdakılardan hansı heterotrofdur? Heterotrof olanları tapmalıyıq. Baxın, qırmızı bakteriya, azot bakteriyası, kükürt, siyonobakteriya bunlar avtotrofdur. Vərəm çöpü bakteriyası heterotrofdur. Fotosintez edici olmayan avtotroflar hansılardır? Konsumentlər, saprofitlər, redusentlər, parazitlər bunlar fotosintez edici ola bilərlər. Olmayanı deyir. Xemosintez edicilər fotosintez edici deyil. Fotosintez günəş enerjisindən istifadə edir. Xemosintez kimyəvi enerjidən istifadə edir. Fotosintez etməyən produsentlər hansılardır? Fotosintez etməyən olsun. Siyonobakteriyalar, qıcqırma bakteriyaları, yaşıl evgilena, şibiyə bunlar fotosintez edir. Amma nitrifaksiya bakteriyaları xemosintez edicilərə aiddir. Prokaryotlara aid olan produsentlər hansılardır? Siyonobakteriyalar. Hansılar produsentlərdir? Hansılar produsentlərdir? Bütün avtotroflar produsentlərdir. Hansı biogeosenozda maddələrin təbii dövranı daha az həyata keçirilir? Əsasən, baxın, suni biogeosenozlarda insan tərəfindən yaradılan qarğıdarı tarlasında. Hansı biogeosenoz daha davamlıdır? Növ sayı çox oran, 51 növdən ibarət olan. Buğdanın fotosintez intensivliyi plastidlərin hansı şüaları udma zamanı maksimaldır? Ümumilikcə, göylə qırmızıda maksimaldır, yaşılla sarıda minimaldır. Görünən işığın göy və qırmızı şüaları. Mühitin abiotik amilidir. Günün uzunluğu mühitin abiotik amilidir. Qida zəncirində redusentlərin yerini göstərin. Hər bir halqadan sonra redusent gəlir. Parazit orqanizmlər hansı qrupa aiddir? Parazit orqanizmlər konsumentlərə aiddir. Aşağıdakı mülahizələrdən hansı doğrudur? Qurudakı bitkilərin biokütləsi buradakı heyvanların biokütləsindən çoxdur. Bu doğru fikirdir. Elə variantı.
Biokütlə nədir? Üzvü maddələrin və fərdlərin cəminin onda toplanmış enerji ilə birlikdə miqdarı. Deməli, üzvü maddələrin, fərdlərin cəminin onda toplanmış enerji ilə birlikdə miqdarı biokütlədir. Ekosistemin davamlılığını artıran səbəb yadınızda saxlayırsınız. Növlərin sayı çoxdursa ekosistem davamlıdır. Atos sözünün Yunan dilində təcrübəsi özü deməkdir. Biogeosünəz anlayışına uyğun gələn termin ekosistem anlayışıdır. Orqanizmin həyatında baş verən hadisələr, illik vərdişlər, böyümə, çoxalma, nəsil vermə, tüləmə, köçmə, qış və yay yuxusu, qış və qışlama, hazırlıq kimi dövrü hadisələr necə adlanır? Bioloji ritm adlanır. Canlı orqanizmlərin mövsümi inkişafını idarə edən əsas amil hansıdır? Günün uzunluğudur ki, mövsümü idarə edir. Orqanizmin, populyasiyaların, təbii qruplaşmaların vəziyyətinə və xassələrinə təsir göstərə bilən mühit komponentləri ümumi halda adlanır. Nə adlanacaq? Ekoloji amillər. Deməli, yadımızda saxlayırıq. Orqanizmin, populyasiyaların, təbii qruplaşmaların vəziyyətinə və xassələrinə təsir göstərə bilən mühit komponentləri adlanır ekoloji amillər. Fotoperiodizm anlayışının mahiyyəti, bioloji proseslərin aylıq sikli, qaranlıqda çoxalma prosesinin sürəti, orqanizmə təsir edən ekoloji amillərin ritmik dəyişilməsi, bioloji proseslərin illik sikli, orqanizmin günün uzunluğuna qarşı verdiyi cavab reaksiyası fotoperiodizm adlanır. Parazit orqanizmlər hansı terminlə əvəz etmək olar? Parazit orqanizmlər konsumentlərdir. Üzvü qalğıları parçalayan mikroorqanizmləri birləşdirən termin redusentlər. Yırtıcı məməlilərin əksəriyyəti üçün əsas məhdudlaşdırıcı amildir qida çatışmamazlığı. Produsentlərinin sayının artması təbiətdə bilavasitə səbəb olur. Produsent sayı artdıqca fotosintez əmələ gəlir. Bu zamanda oksigenlə üzvü maddələrin miqdarı artacaq, karbon-12-nin miqdarı azalacaq. Əgər suni biogeosenozlarda cücülərin təbii düşmənlərin sayı artırsa, cücü yeyilməyəcək, sayı artacaq. Sxemdə eyni ekosistemdə yaşayan iki canlının əmələ gətirdiyi populyasiyalar arasında əlaqə göstərilmişdir. Sxemə əsasən aşağıdakılardan hansı yanlışdır? A canlısı, B canlısı. A canlısı üzvü maddə əmələ gətirir, bir də oksigen. Bu produsent də ola bilər, avtotrof canlılardır da. B canlısı da parçalayır. Bu da konsumentlərdir, yəni heterotrof canlılar. B canlısı glikozanı oksigenli mühitdə parçalayır, doğrudur. Özünüz görürsünüz ki, üzvü maddəni parçalayır. B canlısı aerob şəraitdə yaşaya bilər, götürə bilərəm. A canlısı konsumentdir, səhvdir. A canlısı produsentdir ki, üzvü maddə ilə oksigen əmələ gətirir. Yenə burada A canlısı produsent, yəni avtotrof, B canlısı konsument, yəni heterotrof. Gəlin indi bura baxaq. A canlısı xlorofilə malikdir, yaşıl bitkidir, doğrudur. B canlısı hazır üzvü maddən istifadə edir, doğrudur. A canlısı heterotrofdur, yanlışdır. B canlısı heterotrofdur. A canlısı fotosintez edicidir, doğrudur. B canlısı aerob şəraitdə yaşayan konsumentdir, doğrudur. Eyni qida zəncirinin müxtəlif halqalarını təşkil edən canlı qrupların ümumi biokütlələri verilmişdir. Bu qida zəncirində ikinci dərəcəli konsumentlər hansı rəqəmlə göstərilib? Baxın, ən uzun olan produsentdir. Sonrakı məsələn 2 birinci dərəcəli konsumentdir, 3 ikinci dərəcəli konsumentdir, 1 üçüncü dərəcəli konsument, 4 də dördüncü dərəcəli konsument. Biz buna uyğun olanını tapmalıyıq. İndi bizdən nəyi soruşur? İkinci dərəcəli konsument. İkinci dərəcəli konsument əsasən burada 3'dür. İndi burada da məsələn 5 produsentdir. Ən uzundur. Ondan sonra gələn uzun 2. Birinci dərəcəli konsumentdir. 3 ikinci dərəcəli konsumentdir. 1 üçüncü dərəcəli, 4 də dördüncü dərəcəli. Üçüncü dərəcəni soruşursa burada 1'dir, C variantı. 42. İnsanın yaratdığı suni ekosistemlərə aiddir. Suni. Məsələn, gəlin baxaq. Qoruq, Yasaqlıq, Milli Park,
suni ekosistem. Tarla, bağ, park, palıdlıq, çəmən, bataqlıq, çöl, səhra. Bax, tarla da insan yaradır, bağı da insan yaradır, parkı da insan yaradır. Deməli, olduğu B variantı. Təbiətin yaratdığı ekosistemlərə aiddir. Məsələn, üzüm bağını insan yaradır, tarlanı insan yaradır, bostanı insan yaradır, bağı insan yaradır. Palıdlıq, küknar, meşə, bataqlıq təbii yaradılan ekosistemlərdir. Daş kömür yataqlarını əmələ gətirir qıjı da bitkilərə aiddir. Torf yataqlarını əmələ gətirən orqanizmlər mamırlardır. Yüksək kimyəvi fəallığa malikdir, yadınızda saxlayırsınız ultrabənövşəyə şüalar. Fotosintez prosesində əsas rol oynayır görünən şüaların qırmızı və göy rəngi. Yaşılla sarı da minimum olur. Məhv olmuş orqanizmlərin üzvü qalıqları ilə qidalanan saprofitlərdir. Məhv olmuş orqanizmlərin üzvü qalıqları ilə qidalanır. Müxtəlif növlər arasında qarşılıqlı faydalı münasibətlərə əsaslanan əlaqə necə adlanır? Simbiyoz. Qış dövründə dırnaqlı heyvanların populyasiya sayının qorunub saxlanılması məqsədi ilə onlara əlavə yemləndirilməsi. Kim yemləndirir? İnsan. İnsan da antropogen amildir. Tozlayıcı həşəratların sayının artması ilə əlaqədar olaraq həşəratlarla tozlanan bitkilərin iki canlıdır, biri-birinə biotik təsir göstərir. Diaqramda əsasən produsent 5-cidir, birinci dərəcəli konsument 2, ikinci dərəcəli konsument əsasən 3-cüyə aiddir. Üçüncü dərəcəli konsument 1 rəqəmi ilə göstərib, dördüncü dərəcəli konsumentdə elə 4 rəqəmi ilə göstərilib. İndi gəlin baxaq. Deyir ki, produsent olduğu 5, yəni 1-ə uyğundur 5, ikinci dərəcəli konsument də olduğu 3. Deməli, C variantı. Göstərilənlərdən hansı ekosistemin davamlılığını artıran əsas səbəbdir? Yenə deyirəm, növ müxtəlifliyi artdıqca ekosistemin davamlılığı artır. Canlıların qalıqlarının mineral maddələrə qədər parçalanmasında xüsusilə böyük rol oynayan canlılar redusentlərdir. Yəni redusent, bakteriya və göbələklər. Bir dəqiqə gözləyin. Aşağıda göstərilən heyvanlardan hansıların məhv olması quru biogeosenozlar üçün daha ağır nəticələrə səbəb ola bilər. Baxın, həşəratların məhv olması, bitki yeyən həşəratlar. Hansı məməlilər təbii qruplaşmalara daha az təsir göstərir? Gec çoxalanlar. Bu da gec çoxalanda iri ölçülü məməlilərdir. Gec çoxalıb az nəsil verənlər. Bitki və heyvanların qışlamaya hazırlıq mərhələlərində oxşar fizioloji xüsusiyyətlər qışa hazırlıq mərhələsində onların bütün intensivliyi aşağı düşəcək, orqanizmdə toxumalarda yağ və karbohidrat ehtiyatı toplanacaq. Y variantı. Biogeosenozun qida zəncirində qida qalıqlarından birinin məhv olması zamanı sistemin pozulmasına səbəb. Qida qalıqlarından biri məhv olursa, biogeosenoz qida zəncirində qida qalıqlarından birinin məhv olması zamanı sistemin pozulmamasına səbəb. Sistemin pozulmamasına səbəb bilirsiniz nədir? Sistemdə növlərin digər qida mənbələrindən istifadə etməsidir. Məsələn, bir qida zənciri çıxırsa, sistemdəki olan növ digər qidadan istifadə edəcək də, ona görə sistem pozulmayacaq. İstənilən biogeosenozun xarakterikası üçün hansı əsas göstəriciləri bilmək lazımdır? Növ müxtəlifliyini bilməlisiniz, populyasiyanın sıxlığını, bir də biokütləni. Bunları bilmək lazımdır. Biogeosenozda qida zəncirinin uzunluğunun məhdudlaşmasını nə ilə izah etmək olar? Qida zəncirinin uzunluğu ona görə məhdudlaşır ki, qida zəncirində enerji itkisi ilə, yəni biz bilirik ki, 4-5 halqadan ibarət olur. Bu zamanda ətraf mühidə əsasən 80-95% enerji verir, bir canlı digərinə də 5-20% enerji ötürür. Əgər qida zəncirində enerji itkisi baş versə, bu zaman qida zənciri uzunluğu məhdudlaşacaq. Deməli, olduğu B variantı. Düzgün tərtib olunmuş qida zəncirini təyin edin. Düzgün tərtib olunmuş qida zənciri. Məsələn, bitki, həşərat yeyən quş dələ quşu yemir. Səhvdir. Həşərat, bitki, həşərat yeyən quş yırtıcı quş.
Həşərat bitkinin bilsi necə olmalıdır? Burada bitki həşəratı yemir. Yerlərini səhv verib, beni də çıxıram. Həşərat bitkini yeyir, həşərat yeyən quş yırtıcı quşu yemir, çıxıram. Həşərat yeyən quş həşərat yeyən, bu ola bilər. Həşərat yeyən quşu yemir, səhvdir. İndi yeyə baxıram. Baxın, həşərat əsasən bitkini yeyir, doğrudur. Həşərat yeyən quş həşəratı yeyir, doğrudur. Yırtıcı quş da həşərat yeyən quşu yeyir. Yəni bu ye variantı oldu. Nümayəndələr arasında bu belə gedir də, bu sizə sıralamanı bu formada verib. Amma bitki, həşərat yeyən quş, yırtıcı quş. Aşağıda, yuxarıda olan həmişə özündən aşağıdakını yeyir. Məsələn, yırtıcı quş həşərat yeyən quşu yeyir, həşərat yeyən quş həşəratı yeyir, həşərat da bitkini yeyir. Ona görə də ekosistemimiz orada doğru verilib, zəncirimiz doğru verilib. Nümayəndələr arasında produsentlər yoxdur, göbələklərdə produsent yoxdur. Aşağıdakı amillərdən hansı abiotik amillərə aiddir? Torpaqda çürüntünün miqdarı. Məsələn, müəyyən ərazidə növlərin qarşılıqlı təsiri canlıdır, biotikdir. Müəyyən növdə populyasiyanın sayı, canlıların sayı biotikdir. Bakteriyanın miqdarı biotikdir, bakteriya sporunun miqdarı biotikdir. Aşağıdakılardan hansılar ardıcıl olaraq qida zəncirini əmələ gətirir? Məsələn, tırtıl kələmi yeyir, doğrudur. Minici sürfəsi tırtılı yeyir, doğrudur. Hörümçək minicini yeyir, doğrudur. Kərtənkələ də hörümçəyi yeyir, doğrudur. Elə A variantı. Hansı mülahizə palıdlıq biogeosenozu üçün doğru deyil? Canlı orqanizmlərin sayının azalmasına yırtıcılarla yanaşı epidemiyalarda səbəb ola bilər, doğrudur. Produsentlərin biokütləsi konsumentlərin biokütləsindən çox olur. Produsent konsumentdən çox olur, doğrudur. Növdaxili mübarizə biogeosenozda növ fərdlərinin sayını azaldır, lakin onu tam məhv etmir, doğrudur. Qida zəncirində istehlakçı növlərin miqdarı produsentlərin biokütləsindən həmişə az olur. Götürə bilərəm. Yırtıcıların biokütləsi produsentlərin biokütləsindən çox olur, elə yanlışdır bu. X orqanizm biokütləni artırmaq üçün günəş enerjisindən istifadə edir. Bu produsentdir. Y orqanizm isə həmin məqsədlə X orqanizmdə toplanmış enerjidən istifadə edir. Bu da konsumentdir. Variantımda produsentlə konsument D variantı. Toyuq fermalarında günün suni uzunluğunu suni miqdarda artıranda yumurtlama qabiliyyəti artır. Vaxtaşırı quraqlıq şəraitində yaşayan bir çox bitkilərdə müşahidə olunur. Quraqlıq şəraitində yaşayırsa, bu bitkinin böyüməsi də inkişafı müvəqqəti dayanacaq Y variantı. Aşağıda göstərilən ayrı-ayrı halqaların yerinə necə dəyişdirsək, düzgün ardıcıllıqla qida zənciri alınar. Deməli, şeh çiçəyi burada deyir ki, drosofil milçəyi şeh çiçəyini yeyir. Səhvdir. Şeh çiçəyi drosofil milçəyini yeyir. 1-2. Bax, bunun yerini dəyişdirməliyəm. Aşağıda göstərilənlərdən hansının yerini dəyişsəm. Məsələn, kirpi almanı yeyir, tırtıl kirpini, səhvdir. Kirpi tırtılı yeyir. 2 ilə 3-ün miqdarını dəyişməliyəm. Aha. 71-ə baxırıq. Agrosenozlar, antropogen ekosistemlər təbii ekosistemlərdən fərqlənirlər. Çünki, baxın, agrosenozlar deyir antropogen ekosistem. Təbiidən ona görə fərqlənirlər ki, onlarda təbii dövran yoxdur. Yəni, orada adətən maddələrin tam təbii dövranı həyata keçirtmir. D variantı. Təbii ekosistemlər suni biogeosenozlardan fərqlənirlər, çünki orada maddələrin tam dövranı, təbii dövranı həyata keçirilir. Xəstəlik törədən bakteriyalar heyvan hüceyrələrini dağıdan zəhər əmələ gətirir. Canlıdır, biotik amildir. Qrafikdə müxtəlif zamanların biogeosenozdakı fərdlər sayının dəyişilməsi göstərilmişdir. Bu qrafikə əsasən aşağıdakılardan hansını söyləmək olar? Məsələn, 5-də miqdar artıb. Deyir 5-də produsentlər tərəfindən konsumentlərə ötürülən enerjinin miqdarı azalıb. Yanlışdır. Oxa görsəz artıb. 1-də üzvü maddənin çatışmamazlığı baş verib. Yanlışdır. 1 artıb. 2-də sintez olunan üzvü maddələrin miqdarı əlverişli şəraitdə fərdlərin tələbatını tamamilə ödəyib səhvdə azalma gedir. 4-də produsentlər tərəfindən udulan karbon oxidinin miqdarı azalıb səhvdir, 4-də ox artır.
3-də əmələ gələn fərdlərin sayı ölənin sayına bərabər olur, doğrudur. 3 dəyişmir. Davam edirik 75. Qrafikdə müxtəlif zamanların biogeosinozu verilib. Fərdlərin sayının dəyişilməsi göstərilib. Sizdən doğru olmayanı soruşur. Gəlin baxaq. 75-ə baxırıq. Qrafikdə müxtəlif zamanlarda biogeosinozdakı fərdlərin sayının dəyişilməsi göstərilmişdir. Bu qrafikə əsasən aşağıdakılardan hansını söyləmək olmaz? Gəlin baxaq. 1-də əmələ gələn fərdlərin sayı ölənlərin sayından çox olub. Doğrudur da. Yəni burada baxsaz artım var ki, deməli doğulanın sayı ölənin sayından çox olub. A doğrudur. 4-də produsentlər tərəfindən sintez olunan üzvü maddənin miqdarı azalıb. Səhvdir. Görürsüz artım var. 4-də səhvdir, artıb. 2-də biokütlənin miqdarı azalıb, azalmadır. Doğrudur. 3-də əmələ gələn fərdlərin sayı ölənlərin sayına bərabərdir, dəyişmir, doğrudur. 5-də fərdlərin sayı 1-dən çox olub, doğrudur. Deməli, yanlış oldu 4. Yəni, B variantı. Taxıldır, çərkədir, qurbağadır, ilandır, kirpidir. Verilmiş qida zəncirində hansı halqada fərdlər sayının artması bilavasitə ilanların kütləvi sürətdə artmasına səbəb ola bilər. Qurbağa artdıqca ilan da artacaq ki, qurbağanı yeyəcək. Deməli, A variantı. 77. Günəş enerjisindən 1% istifadə edir. Bədənində yeni maddələrin yaranmasına sərf olunan enerji minimum 20-dir. İtirdiyi enerji də 80-dir. Sizdən nəyi soruşur? Bizdən ümumini soruşur. Gəlin baxaq. Əsasən burada birincidə özü qidalanır. Çünki günəş enerjisindən istifadə edir, produsentdir. Yəni, birinci produsentdir, özü qidalanma. Daha sonra bədənində yeni maddələrin yaranmasına sərf olunan minimum enerji. Burada artıq konsumentdir, digər qidalanmaya aiddir. İtirdiyi enerji miqdarının 80%, bu da digər qidalanma, konsument. Tapın, C variantı. Palıdlıq meşəsində aşağıdan yaruslar getdikcə, yəni aşağı yaruslara, yuxarıdan aşağıya getdikcə kölgəyə davamlılıq artır. Məsələn, palıd ağacının sayı azalır, səhvdir. Aşağı yaruslara getdikcə kölgəyə davamlılıq azalır əsasən. Bu da səhvdir. Kölgələr daha dərinə, kökləri daha dərinə gedir. Bu da səhvdir. Şam ağaclarının sayı artır, bu da səhvdir. Deməli, palıdlıq meşəsində aşağı yaruslara doğru getdikcə kölgəyə davamlılıq artacaq. Kommensalizm nədir? Biri üçün faydalı, digər üçün neytral. Yəni, canlının biri üçün faydalı, digər üçün heç bir təsirə malik olmayan qarşılıqlı təsir formasıdır, A variantı. X canlısı Y və Z-i üzvü qalıqlara parçalayır. Y canlısının X-in əmələ gətirdiyi qeyri-üzvü maddələrlə qidalanır. Z canlısı Y ilə qidalanır. Y canlısı CO2 və karbon 2-dən istifadə edir. X üzvü maddə əmələ gətirirsə avtotrofdur. İndi baxaq. Deyir ki, baxın, X canlısı Y və Z-i üzvü qalıqları parçalayır. Üzvü qalıqları parçalayırsa X saprofid ola bilər. Y canlısı X-in əmələ gətirdiyi qeyri-üzvü maddələrdən istifadə edir. Bəzən konsument ola bilər, avtotrof ola bilər. Y üzvü maddə sintez edə bilər, produsent də götürə bilərəm. Çünki Z Y ilə qidalanır və Y karbon 2 sudan istifadə edir. Doğrudur, produsent də ola bilər. Z heterotrofdur, doğrudur, amma X-ə xemosintez edici verib səhvdir. Çünki X canlısı parçalayırsa redusentdir. 81. İfadələrdən hansı doğrunu soruşur indi sizdən? X canlısı xarici mühitdə CO2-ni azalıb, oksigeni artırırsa produsentdir. X canlısı heterotrof verib səhvdir. Elə buradan baxsaz, X canlısı heterotrof verib səhvdir. X canlısı hüceyrənin xlorofili yoxdur, səhvdir, produsentdir. Y canlısı fotosintez edicidir. Baxaq. Y canlısı xarici mühitdən oksigeni alıb, karbon 2-ni xaric edir, səhvdir, fotosintez edici ola bilməz. X canlısı konsumentdir, səhvdir. Y canlısı günəş enerjisi udaraq fotosintez prosesini həyata keçirə bilməz, doğrudur. Fotosintezi həyata keçirsəydi, oksigenin miqdarını artırardı. 82. İfadələrdən hansı doğru deyil? X canlısı xarici mühitdən karbon 2-ni azalıb, oksigeni artırır. X canlısı fotosintez edicidir. Məsələn, A variantı doğrudur, avtotrofdur, doğrudur, produsentdir, doğrudur.
Y canlısı xarici mühitdən oksigen alıb karbon oxidini azaldır, onda fotosintez edici ola bilməz. Elə yanlışdır bu. Y konsumentdir. 83. Avtotrofu tapmalıyam. Həm avtotrofu, həm heterotrofu, həm də heterotrofu. Baxaq. Deyir ki, karbon qazından istifadə edir, qeyri-üzvü maddələrdən istifadə edir, bir də karbon qazından canlı. 2-yə baxırıq əsasən burada. 2-də karbon qazından istifadə etmir, üzvüdən bir də qeyri-üzvüdən. Hər ikisi varsa, 2 heterotrof canlıdır. Yəni həm avtotrof, həm heterotrofdur. Karbon qazından, qeyri-üzvü maddədən, üzvüdən istifadə edirsə, əsasən bu heterotrofdur. Deməli, baxaq. Baxın, diqqətlə bir də baxırıq. Bir dəqiqə gözünü silim. Şərti tam oxumuram deyə. Cədvəldə 3 müxtəlif canlının xarici mühitdən istifadə edərək deyir. Məsələn, birdə karbon qazından istifadə edir, bir də qeyri-üzvü maddələrdən istifadə edib üzvü maddə əmələ gətirir. Bu oldu avtotrof, bir avtotrofdur. 2-də karbon qazından istifadə etmir, üzvü maddə, qeyri-üzvü maddə 2 heterotrofdur, bayaq dediyimiz kimi. Həm karbondan, həm üzvüdən, həm qeyri-üzvüdən istifadə edirsə, bu da həm avtotrof, həm heterotrof. Deməli, yerinə düşsək, avtotrofa 1, bu birisinə 3, bu birisinə də 2 Y variantı. İndi burada baxırıq. Günəş enerjisindən istifadə edirsə, produsentdə özü qidalanır. Bədəndə yeni maddələrin yaranmasına sərf olan enerji əsasən 5%dir. Burada deyir, bu digər qidalanmadır. İtirdiyi enerji miqdarı, bu da digər qidalanmadır. Yəni, bunlar konsumentlərdir. Birinci dərəcə, ikinci dərəcəli. Bu da produsentdir. Qrafikdə müxtəlif heyvanların həyat intensivliyin temperaturdan asılılığı verilmişdir. Şəkildə neçə növün qrafiki göstərilib? Aha, 85-də. Nə edir burada? Oksigen optimum nöqtələri. Aha, gəlin baxaq. Şəkildə neçə növün? 1, 2, 3, 4, 5. Elə 5 növün. B-bəndi. Əsasən, indi burada nə deyir? Optimum nöqtəsi. İndi burada neçə növ? Oxla götürəsən. 1, 2, 3, 4, 5, 6 ilə 6 növün. Sayıb götürürsən. Fərqi yoxdur. Çünki hamısında əyrilik verib. Eyni olanı yoxdur. Xəzər dənizində produsentlər məhv olsalar, dənizin ekoloji piramidasına nə kimi dəyişiklik baş verər? Produsent məhv olsa, piramida dağılar. Ayrı-ayrı populyasiyanı təşkil edən fərdlərin yaş tərkibi verilib. Zaman keçdikcə bu populyasiyanın hansıların sayının azalması daha tez müşahidə oluna bilər. Baxın, məsələn, birincidə populyasiyanın sayının azalması deyir. Görsüz, burada birincidə arta gedir yuxarıya doğru 10-15, ikincidə stabildir, üçüncüdə görsüz azalır, ölümün sayı deməli daha çoxdur. Deməli, oldu variantı. İndi sayın artmağı soruşur. Artmaq da baxın 0-dan 10-15-ə qədər say arta yaşa doğru gedir. D variantı. 2 stabildir. Ölənlə qalan sayı bərabərdir. İndi 90-da nə deyir? Sxemdə bir ekosistemin qida zəncirləri göstərilmişdir. Oxlarla enerjinin bir halqadan digərinə ötürülməsi göstərilib. Sxema 80 produsent, konsument, ikinci. Aha. Məsələn, baxaq buradan. Diqqətlə şəklə baxırıq. Baxaq da. X, Y, Z, N. Produsenti soruşur, konsumenti soruşur, bir də redusenti soruşur. Aha. N-ə baxsaq, N məsələn, N-dən X enerjisini götürüb, N-dən həm Z enerjisini götürüb, həm də Z N enerji verir. Burada əsasən deyə bilərəm ki, Z redusentdir. Niyə redusentdir? Çünki Z iki tərəflidir. Baxın, Z X-dən enerji alır, N-dən enerji alır, oxun miqdarına baxsaz, bir N-ə enerji verib, bir də N-dən alır. Yəni, Z redusentdir ki, N-i həm parçalaya bilir, parçalayandan sonra bunun qalıqlarını torpağa verəcək axı. Torpaq da N-dən istifadə edəcək. Və torpaq mən bitkidən misal götürdüm də. İndi bu N Z-dən istifadə edirsə, N produsentdir. Tapdım ki, N oldu produsent, Z də oldu redusent.
Burasını bildim. Yenə deyirəm, iki tərəfli ox verib. Yəni Z həm N-dən enerji alır, həm də N-ə enerji verir. Deməli Z redusentdir. Redusentdir ki, N-i parçalayır. Parçaladığı mineral maddə də torpağa gedir. Torpaqdan da bunu bitki götürür. Onda N-i də bitki kimi götürəcəm. Bitki də produsentdir. Tapdım ki, produsent oldu N. Cavabım ya C-dir ya E-dir. Z də oldu, əsasən redusent. Dəqiq bilirəm ki, cavabım C-dir. Amma yenə də digərlərinə baxaq. Məsələn, X-ə baxırıq burada, görək X nədir? X həm Z-ə parçalanır, həm də Y-ə gedir. Deməli, mənim bu X-im birinci dərəcəli konsumentdir. Y-im də həm Z-ə parçalanıb, həm də X-ə gəlir. Deməli, bu da ikinci dərəcəli konsumentdir. Cavabım oldu C variantı. Görürsünüz, konsumentlə redusenti tapan kimi digərləri tapılır. Şəkildə göstərilmiş qida zəncirində ilk dəfə meydana çıxa bilərdi. Şəkildə göstərilmiş qida zənciri ilk dəfə ilə antropogenda meydana çıxır. Aşağıda diaqramda bir il ərzində Azərbaycanda yaşayan heyvanların fəallığının sxem şəklində göstərilmişdir. Bu fəallığa malik olan heyvana aid ola bilməz. Əsasən bu fəallığa malik olan, məsələn, ayların miqdarına baxaq, qış yuxusuna gedənlərdir. Bu, qış yuxusuna gedənlərdir. Məsələn, kərtənkələ gedir, qonur ayı gedir, çoramal gedir, porsuq gedir, boz canavar getmir. Niyə qış yuxusu dedim? Gözür 4, 5, 6, 7, 8, 9-da fəal olur, digər aylarda fəallığı azalır. Deməli, qış yuxusunda digər aylarda yatır, yay fəsli, yaz fəsli gələndə oyanır. İndi burada 5 müxtəlif canlı növün fərdlərinin sayının N-dən, zamandan asılı qrafiki verilmişdir. Bu orqanizmlərdə hansılar yırtıcı şikar münasibəti mövcuddur? Aha. İndi gəlin buradan oxu tapaq. Tapaq da. Yırtıcı şikar münasibəti mövcuddur. Məsələn, 3 heç vaxt ola bilməz, azalma gedir. 1 də heç vaxt ola, 3 stabildir, 1 də azalır, bu da heç vaxt ola bilməz. Yəni 1-də miqdar azalır, bunun hansısa miqdarı artmalıdır. 1 azalıb 1 artmalıdır burada. Məsələn, 4-ü də götürə bilmərəm, bu sırf artır. Baxın, oxa baxın diqqətlə. Məsələn, 1-i niyə götürmürəm? Görürsünüz, 1 eləcə azalır, 1 oxla gəlir. 4-ü niyə götürmürəm? 4 eləcə qalxır. 3-ü niyə götürmürəm? Tam stabildir. Mən eləsini götürməliyəm ki, bax bu formada azalıb artmalıdır, azalıb artmalıdır, stabil olmamalıdır. Məsələn, burada da o formada azalıb artan 1, 2-dir. 2-yə baxsaz, baxın, azalır, artır. Bir də, qoyun çəkin bunu. Görürsünüz 2-dir 1, 2 məsələn, görürsünüz belə-belə gedir. Bir də 5-dir, görürsünüz 5 də belə-belə gedir. A variantı. Nadir növlərin qorunması məqsədi ilə yaradılıb. Dövlət qoruğu yaradılıb, yasaqlıq yaradılıb, milli park yaradılıb. Şirin su biogeosenozunda qida zəncirində hansılar heç vaxt birinci halqada ola bilməz? Aha, burada heç vaxt ola bilməz qida zəncirində birinci halqada. Məsələn, infuzor tərli heç vaxt ola bilməz. Yaşıl evgilen ola bilər, üzü maddə əmələ gətirir, volvox ola bilər, ademöb ola bilməz, xlorella ola bilər, daha sonra ağ planari ola bilməz, soxulcan da ola bilər, gölül vizit ola bilər. Şirin su biogeosenozunda qida zəncirində hansılar birinci halqada ola bilər? Yaşıl evgilena, volvox, bir də xlorella. Üzvü maddə əmələ gətirənlər. 97. Baxırıq. Deyir ki, 5000, ekozəncirdə keçən enerji verilmişdir. Minimal enerji itkisində B və Y cəmini tapın. Minimal enerji itkisində. Burada minimal enerji deyirsə 5 ilə gedirsiniz və yuxarıdan aşağıya gəlir, bölə-bölə gedin. A 5000-dir. 5000-i 5-ə böləndə B 1000 düşür. Mini 5-ə böləndə C 200 düşür. 200-ü 5-ə böləndə D 40 düşür. 40-ı 5-ə böləndə 80 düşür. B ilə Y. 1000-in üstünə də 8 eləyir 1008. İndi burada yenə A 5-dir. B-yə böləndə 1000. C-ni 5-ə böləndə 200. D-ni 5-ə böləndə 40. E-ni də 5-ə böləndə 8. C ilə D 200-ün üstünə 40, 240. Uyğunluğu müəyyən edin. Müəyyən edək. Sutkalıq ritim, fəsil ritimləri. 1. Sutkalıq ritmə deyəndə əsasən mən burada götürə bilərəm insanın tənəffüs ritmi ilə, bir də bədən temperaturunu. Fəsil ritminə deyəndə götürə bilərəm quşların yuva qurması, bitkilərdə tumurcuqlanma, bir də məməlilərdə tüləmə.
Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Müəyyən edək. Məsələn, birə nə aiddir? Ultrabənövşəyi şüalar. Ultrabənövşəyi şüalarda soyuqqanlı heyvanlar D vitamini sintez edir. Aha, diqqətlə baxaq. D vitamini sintez edir. Birə uyğundur D. Daha sonra 2-yə nəyi göstərə bilərəm? Nə ultrabənövşəyi, nə də infraqırmızı insan gözü tərəfindən qəbul edilmir. 2-yə adı. 3-ə nəyi götürə bilərəm? 3 də infraqırmızı istilik mənbəridir. Bir də soyuqqanlı heyvanların fəallığını artırır. 101. Diaqramda qida zəncirində yer verilmiş halqalardakı biokütlə göstərilmişdir. Bu qida zəncirində yerləşmə ardıcıllığına müəyyən edin. Bax, bu produsentdir. 5 birinci dərəcəli konsumentdir. 4 ikinci dərəcəli konsumentdir. 1 üçüncü dərəcəli konsumentdir. 3 də 4-cü dərəcəli konsument. Elə sıralama olacaq. 2, 5, 4, 1, 3. Canlılar arasında təqdim olunan qarşılıqlı münasibət formalarından neçəsində yalnız bir tərəf üçün neytral təsir mövcuddur? Kommensalizmdə bir tərəf üçün neytraldır. Kommensalizm bir tərəfi faydalı neytral. Ammensalizmdə bir tərəfi ziyanlı neytral. Bir tərəf üçün neytraldır. Kommensalizm, ammensalizm. Yırtıcılıqda hər ikisi ziyanlıdır, götürmürəm. Parazitizm ziyanlıdır, götürmürəm. Simbiyoz faydalıdır, hər ikisi götürmürəm. Neytralizm hər ikisi neytraldır, götürmürəm. Rəqabət hər ikisi ziyanlıdır, götürmürəm. Deməli oldu kommensalizm, ammensalizm. Bu qədər.